Oradan deyirəm, reallıq bu deyil. Ay Samir, ona görə vurulur ki, qardaş, İranın atdığı hər bir raket ki var İsrail istiqamətində gedənlər, bunların hava savunma sistemi tərəfindən müəyyən bir qismi əngəllənir. Ona görə də bunlar bax, haranı vurur? Dövlətin ordusunu vurmur. O dövlətdə olan Amerikanın bazalarını vurur, hələ ki. Otelə gedib yanlışlıqla drone gedib düşə bilər. Burada bilirsən necədir, Samir? Lokasiya təyin edir drone üçün. Drone çaşa bilər, bu sistemdir. Bilirsən? 10-50 kilometr ola bilməz. Ya, necə? Məsələ sənin ərazin deyil, ora sənin ərazin deyil. Hal-hazırda səfirliklər sənin ərazindir, digər dövlətlərdə olan. Sənin hava məkanını poza bilər, təbiidir, bu normaldır. Bu bilirsən, bu hava məsələsi. Bu İranın təxribatçısıdır. Bir dəqiqə, yox. Burada ikinci bir sual çıxır ortalığa. Mənim atdığım bomba sənin dövlətin üçün nəzərdə tutulmayıb axı. Normaldır da, uçuş uçur. Tutalım ki, hər bir uçuş üçün hər bir ölkədən icazə alınmır axı. Hər bir uçuş üçün hər bir ölkədən icazə alınır, hətta koridorlar təyin olunur. Okey, əgər elədirsə, onda belə çıxır ki, İslam dövlətləri həmən bu raketlənmə, bu zərbələnmə məsələsində həmşərikdirsə, onda da vurula bilər də. Bunun da tam haqqıdır da. Xeyrola, Amerika, İsrailin F-35, bir dəqiqə, Xeyrola, bir dəqiqə qardaş, bardaq ol deyə bu. Xeyrola, İsrailin F-35-i 6 dənə mənlə eyni əqidədə olan, eyni dində olan dövlətin üstündən uçur gəlir məni vurur, Xeyrola. 6 dənə yox, bir dənə Suriyanın hava məkanını pozur. Bugünkü gündə Suriyada Suriya, İraq oradan da gəlir vurur da. Ne məsələ o deyil, lap Amerikada ola bilər bu. Başqa bir dövlət ola bilər bu. Mən izah edirəm. İsrailin kifayət qədər balistik raketləri var. Onda balistik raket atsınlar da bir-birlərinə. Hətta 5 kontinental raketləri var ki, İrana ehtiyac yoxdur, aviasiya rahatlıqla vura bilər. Yeganə problem odur ki, başqa dövlətlərin hava sərhədini pozmaq istəmir, çünki olmaz. Yox, təbii ki pozur. Təbii ki pozur. Bəyəm uçuş həyata keçirdəndə İraqdan, Suriyadan icazə almışdı. Onda belə çıxır. Yox, üzr istəyirəm. Məsələ başqa yerə şaxələnməsin. Şiya qardaş, sən demək istəyirsən ki, hərbi obyektlər və səfirliklər həmən ölkənin yox, məhz təmsil etdikləri Amerikanın və İsrailin şəxsi torpaq ərazisi sahibiyinə görə İran başqa ölkənin hava məkanını yox, yenə də Amerikanı və İsrailə atəş açmışlar. Bəli. Yerdə qalan otelə düşməyi də ki, koordinasiya səhvliyi və yaxud pilotun kayıfda olmağı, nəsə ola bilər də. İndi əli dəyib, yüngül var. İndi 7-8 dənə otel cırıq-cırıq olub, 5-6 min də insan ölüb, nə bir şey olub ki? Təbii ki. Bəli. Nəysə. Yəni reallıqdır. Mən çıxmalıyam, sadəcə bu suala bu formada cavab vermək üçün qalxmışdım yuxarı. Mən işləyirəm. Xoş yayınlar, xoş söhbətlər. Amma reallıq budur əslində. Öpürəm hamınızı. Oldu. Allah canını sağ eləsin. Allah Taala İran haqqında nə bilir onu eləsin. Biz qarışmırıq. Allah bizim ölkəmizi qorusun.